İllərdir səhv edilirmiş. Limonun özü deyil, qoxusu qan təzyiqini aşağı salar. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərə görə xalqın sevgisini qazanır. Çünki bir fincan limonlu çay orqanizmi isidir, gümrah edir, əhval-ruhiyyəni yaxşılaşdırır və infeksiyalara qarşı müqaviməti gücləndirir. Bu sitrus meyvəsi soyuq dəymə xəstəliklərinə qarşı əla profilaktik vasitə sayılır. Limon immunitet sistemini möhkəmləndirir, orqanizm müqavimətini artırır. Təsadüfi deyil ki, soyuq dəyməyə qarşı bir sıra dərman preparatlarının tərkibində limon turşusu olur. Limonun müalicəvi keyfiyyəti onun antiseptik təsirində də özünü büruzə verir. Limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir. Eyni zamanda mikrobları öldürür. Limonun tərkibi. Limonun lətinində limon turşusu var ki, bu da meyvənin əsasını təşkil edir. Limonun qabığı isə flavonoidlər, efir yağları, pektin birləşmələr, qida lifləri ilə zəngindir. Təbii ki, bu maddələr əsasən meyvə lətində toplaşır. Limonun tərkibində bir çox vitamin var. Onlar arasında foli və C vitamini, panteten turşusu, D vitamini, tokoferol, tiamin, retinoin, piridoksin, riboflavin, PP vitaminləri xüsusi yer tutur. Limonun immunitetə faydası. 2 xörək qaşığı limon turşusunun tərkibində insanın stukalıq C vitamini norması var. Hamı bilir ki, C vitamini orqanizmin müdafiə funksiyaları üçün vacibdir. Limonun faydalı təsirləri. Bu yaxınlarda xəstəlik və ya əməliyyat keçirən insanlarda iştahı artırır. Bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır. Orqanizmi şlaqlardan və toksinlərdən təmizləyir. Gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır. Psixoemosional vəziyyəti normallaşdırır, stresin fəsadları ilə mübarizə aparır. Dırnaqları ağardır və möhkəmləndirir. Qanın dövrünü və tərkibini yaxşılaşdırır. Saçların sağlamlaşdırılmasına kömək edir. Hamilə qadınlarda toksikoz zamanı ürək bulanmaların qarşısını alır. Qan damarlarını xolesterindən təmizləyir. Vitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur. Xalq arasında limon yüksəlmiş qan təzyiqini endirməsi fikri hamıya məlumdur. Gündəlik həyatımızda təzyiqim yüksəldi, təzyiqim var, mənə limon sıxın verin, deyə eşidirik. Bəziləri limon yeməyin və ya limon suyu içməyin təzyiqi aşağı saldığını iddia etsə də, mütəxəssislər limonun təzyiq tənzimləyicisi olmadığını vurğulayırlar. Son araşdırmalar göstərir ki, limonun suyu deyil, limon qoxusu insanda stresi aradan qaldırır və qan təzyiqini aşağı salmağa kömək edir. Limonun faydalı təsirlərinin göz ardı edilməsinin lazım olduğunu vurğulayan ürək-damar xəstəlikləri üzrə mütəxəssis Professor Doktor Ünal Aydın qeyd edib ki, limon xalq arasında təzyiqi salmağa kömək edən bir maddə olaraq istifadə edilir. O bildirib ki, limon qan təzyiqini tənzimləyən bir vasitə deyil. Xəstə öz həkimi tərəfindən hazırlanmış fərdi müalicə proqramı çərçivəsində test nəticələrinə və qan təzyiqi monitorinqi nəticələrinə görə təzyiqini tənzimləməlidir. Limonun həm də qoxusu saxlamaq üçün çox önəmlidir. Limonla bağlı son milli və beynəlxalq araşdırmalarda limonun bir qədər qan təzyiqi salıcı təsiri olduğu görülür. Burada araşdırılan mexanizm budur ki, limon qoxusu və bu qoxunun beyinə ötürülməsi beyində müxtəlif mexanizmlərin işə düşməsinə səbəb olur və insanın stresini, oyanmış streslərini sakitləşdirərək xəstənin təzyiqinin azalmasına töhfə verir. Limonun ziyanı. Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəliyindən əziyyət çəkən hamilə qadınlar və körpəsinə süd verən analar 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür. Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır.
Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. Enterit, kolit və kəskin gastroenterokolit, mədə-altı vəzin fəaliyyətinin pozulması, mədə xorası və 12 barmaq bağırsağın xəstəliyi. Beləcə, bütün zəngin tərkibi və müxtəlif faydalı xüsusiyyətlərlə yanaşı limonu ehtiyatla və qaydalara uyğun qəbul etmək lazımdır. Ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyvə min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola, təəssüf ki, çox vaxt onu əczaxanalarda, apteklərdə axtararaq, bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çarəsi olur. Elə məhz buna görə də kainatın yaradıcısı olan uca Allahın bizlərə bəxş etdiyi bu gözəl təbiətdən faydalanmağa çalışan. Dəyərli izləyicilər, bir videonu hazırlamaq üçün məlumatlar toplamaq, videoya çəkmək və izləyicilərə daha dəqiq çatdırmaq üçün nə qədər məsuliyyət və zəhmət tələb edir. Sizlərdən də bizim kanal heyətimizin zəhmətini qiymətləndirərək, paylaşdığımız videoları bəyənərək, bəyənmə düyməsini basmağı bizdən əsirgəməyin. Biz də kanal heyəti olaraq baxdığınız videoları dəyərləndirdiyinizi gördükcə daha da həvəslə faydalı məlumatları izləyicilərimizə çatdıraq. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah amanında.